Sizi təqdim edeyim. Tərbiyə edirsiniz. Möhkəm danışın. Şəmsi qızı. Mən şəhid anasının adından gəlmişəm, etibarnamə üzrə. Şəhidin bacısı deyil. Bəli, mən şəhidin bacısıyam. Amma şəhidin anası sağlamlığında problem də olsa yaşayır da. Yəni bu yanan belə deyək, müəyyən yaşı var, yaş həddinə çatıb. Mən iddia qaldırıb ana deməli evladlarından aliment istəyir. Evladlarına heç kəs baxmır. 5 dənə evladı var. Məndən fərqli olaraq 4 dənə evladı var. Onlardan heç biri anaya baxmır. Hətta mən məhkəmədə müxtəlif əsaslı faktlar qoyuram. Ülkər Mahmudova, o belə deyək də, o hakimdir. O faktlara belə əsas vermir. Yəni heç bir əsas vermir. Yəni qarşı tərəfə mövqeyində, məndən asılı deyil ha, mən gəlməyim. Mövqeyində qarşı tərəfi tutur. Mənim qoyduğum faktlar heç bir kömək eləmir. Neçə ildir ananıza baxmırlar ki, bu iddianı qaldırır? Uzun, mən 30 ildir özüm anama baxıram. Anama bax, 30 ildir anama elə belə deyək də, hüquqi dildən desək, mirası faktiki qəbul eləmiş adamım. Mən onlardan ani heç bir qayğı görmürəm. Hətta orada hakim, doğru dinləm, üzr istəyirəm, bir ifadə işlədi, heç olmasa 4 nəfərə adama 50 manatdan. Orada nümayəndələrdən bacımın etibarnamə üzrə bir evladı iştirak edirdi. Heç 50 manatı rəva görmürlər. Əvvəli anam üzr istəyirəm, yığıcılığa çıxmayıb. O hüquqlarını tələb eləyir ki, mən bugün evladlarımdan aliment istəyirəm. Mənim vəziyyətim pisdir, mənim ehtiyacım var. Bugünkü gün aldığım məbləğ məni qane eləmir. Pensiya alır? Pensiya alır, bəli. Şəhidlik pensiyası? Bəli, alır, bəli, alır. Valla orada köhnədən 11.000, 2019-cu ildə prezident. Bəli. Təşəkkür edirəm. Bəli, uzun müddətdən sonra 11.000 yardım alındı. O yardımında mənə heç bir qarşılacağı yoxdur. Ana özü sağ idi, özü necə istədi, xəşlədi. Orada iddia sürüldü ki, gələn nümayəndə belə deyək də, siz 11.000-i sən yedin, xeyr. Əgər ana olmasaydı, o 11.000 4 nəfərin, 5 nəfərin arasında bölünə bilərdi. Ana onda sağdır, indi də sağdır. Mən ona heç bir müdaxilə edə bilməzdim. Mövqeyi tutdu ki, yox, orada bizim payımız vardı. Mən də dedim ki, ana sağdır, orada mənim bir şey yoxdur. Tək bizdə belə olmadı, hamı da belədir. Yəni şəhidin pulun bölünür. Yəni üzr istəyirəm. Əslində şərəfi ləyaqəti olan evlad okula göz dikməməlidir. Bugünkü gün 50 manatı vermək istəməyən, əslində ləyaqətsiz vərəsə, qanuni dildə desə, ləyaqətsiz vərəsədirlər. Mən Məsələn, hara müraciət eləmisiniz? Valla ikinci bir iddiam da ləyaqətsiz vərəsənə bağlıdır, elə Qaradağ məhkəməsində. Amma o hələ yekunlaşmayıb, ona görə o barədə heç nə deyə bilmərəm. Amma belə faktlarımda onların ləyaqətsiz vərəsi olmağı, laqeyd yanaşmaları, anaya baxmamaqları. Əgər belə deyək, elementar bir fakt qoyun. Pensiyanla bağlı mən metrikanla lazım idi da. Orada asan xidmətdə istəmişdilər ki, evladların metrikası olmalıdır. Sosial orada sistemdə evladın birinin metrikası çıxmamışdı. Onun evladları Rauf və Gülnarə o metrikanı mənə vermirdilər. 6 aydan sonra icra hakiminin tədbirində mən durdum, yaxınlaşdım evlada, həmin ananın evladına. Yəni nənənin nəvəsinə və dedim ki, mən burada səni indi icra hakiminin qarşısına dəvət edəcəm. Görüm siz mənə metrikanı niyə vermirsiniz? İctimai qınaqdan çəkinən həmin o evladlar həmin gecə poçt vasitəsilə o metrikanı göndərdilər. Yəni bu elementar bir şeydir, düzdürmü? Ananı bundan ötürü 6 ay incitməyin mənası nə idi və ya qeyri birisi. Yəni mən əslində utanıram. Nəvənin nənəyə üzr istəyirəm, fırıllaq gəlməyə nə deməkdir? Məbləğ, müəyyən bir məbləğ, ana etibar eləyib müəyyən bir məbləği. Oradan 1400 məbləği indi yox, 2 ilin söhbətini edirəm. Oradan mənimsəyib nəvə. 2 ildən sonra, deməli, belə deyək də, şəhidin adını daşıyan nəvəsi vardı. Şəhidimizin adını soyadını deyin. Tarbiyə Ediyev Eldəniz Şəmsi. Onun adını daşıyan bir nəvəsi var, 44 günlük müharibənin iştirakçısıdır. O zaman Prezident İlham Əliyev cənabları 44 günlük müharibənin iştirakçısına 2000 məbləğ vermişdi. Qələbə. Bunun yarı məbləği olmadı. Biz getdik bankdan pul götürdük. Getdik bir dənə üzr istəyirəm. 07 aldıq ki, 44 günlük müharibənin iştirakçısı gəlib, biraz başa qarşısın. Onu da nəvəni də göndərəndə həmin maşını almağa, onun üstündə o bir evladının, Gülbənizin oğlunu qoymuşdu, Ramizi. O nə sənədləridir? Bu ananın etibarnaməsidir. Sizə verib etibarnamə? Bəli, mən etibarnamə, mən 30 il bu etibarnamə. İndi burada kimdən görüşmək istəyirsiniz? Valla müvafiq orqanlarına istəyirəm Nazirlər ki, Kabinetinin qəbulunda olmasın. olsun ki, mənə kömək eləsinlər. Ananın iddiası bir mənasız təmin olunsun. Ananın evladları valideynə belə deyək, aliment verməyə məcburdular. Çünki ana onları böyüdüb, ana onlara bacardığı qədər
dayaq durub çətin vaxtlarında. Bu gün həmin ana yataqdadır. Ananın maddiyyatı yoxdur. Xahiş edirəm, birmənalı şəkildə iddia təmin olunsun və Ülkər Mahmudova hakim qərəzli mövqe tutmasın.